Aybaşı regulardır, amma hamiləlik baş vermir. Bu nə ilə bağlı ola bilər? Bugün bu haqqda danışmaq istəyirəm. Çox zaman pasientlərdə aybaşı normal olsa da, ancaq incələyərkən yumurtlamanın, yəni ovulyasiyanın olmadığını aşkarlayırıq. Bu bir çox hormonal səbəblərə bağlı olur. Müxtəlif problemlər arasında öndə gedən problemlərdən hiperprolaktinemiya sindromu, yumurtalıqların polikistik ovariya sindromu, həmçinin tiroid problemləri də bu problemlərə yol aça bilən xəstəliklərdəndir. Ona görə də əgər müayinə zamanı sizdə ovulyasiya təsbit olunmursa, yumurtalıqların həcmi normanın yuxarı həddində və ya yuxarıdırsa, yumurtalıqların tərkibində follikulların paylanması sıra şəklində, muncuq şəklində görünürsə, demək ki, aybaşı olmağınıza baxmayaraq hamilə qalmamanız təbiidir və bu zaman hansı hormona bağlı olduğu araşdırılmalıdır. Həkim tərəfindən müayinədən sonra uyğun müayinələr təyin olunur və müayinələr zamanında follikulometriya, yəni follikulun izlənməsi əsas müayinələrdən biridir. Pasientlərin müalicəsi həm endokrinoloqlar, həm də ginekoloqlar tərəfindən komanda şəklində aparılması lazımdır. Əgər siz də eyni problemlə qarşılaşırsınızsa, mütləq endokrinoloq qəbulunda olmanı axsatmayın. Özünüzə yaxşı baxın, hər zaman sağlam olun.